Salam əziz abituriyentlər, bugünkü mövzumuz Dövlət İmtahan Mərkəzinin 2025-ci il test topusunda yer alan Tunc və Dəmir dövrü mövzusudur. Gəlin başlayaq. Deməli, birinci sualımız Qazax rayonunda Babədərviş və Naxçıvanda Kültəpə yaşayış məskənlərində aşkar edilmişdir. Təbii ki də bu erkən Tunc dövrünə aid ibadət evləridir. Yəni xüsusi ibadət evləri Y variantı. Ayaqla hərəkətə gətirilən duluz çarxı son Tunc dövrüdür. Siklopik tikillər eyni şəkildə son Tunc dövrü. Üzərində mixi yazı ilə Asur hökmdarının adı yazılan muncuq da son Tunc dövrü. Boyalı qablar mədəniyyəti isə orta Tunc dövrünə aiddir. İkinci sual. Azərbaycanda köçmə yaylaq maldarlığı yaranmışdır. Köçmə yaylaq maldarlığı erkən Tunc dövrünə aiddir. A variantı əkinçilik maldarlıqdan ayrılmaz. Bu da erkən Tunc dövrünə aid olduğuna görə cavab A variantıdır. B. Üçüncü ictimai əmək bölgüsü bu son Tunc dövrünə aiddir. C. İbtidai heyvandarlığın əsasının qoyulması mezolit dövrüdür. Heyvanların əhilləşdirilməsi mezolit dövrü, atdan minik və qoşqu vasitəsi kimi istifadə edilməsi isə son Tunc dövrünə aiddir. Birinci ictimai əmək bölgüsü adlanır. Yenə eyni şəkildə əkinçiliyin maldarlıqdan ayrılması ilə. Sənətkarlığın maldarlıqdan ayrılması isə, yəni sənətkarlığın müstəqil sahəyə çevrilməsi orta Tuncdur. Əkinçiliyin sənətkarlıqdan ayrılması deyilən bir şey yoxdur. Ticarətin sənətkarlıqdan ayrılması son Tunc dövrüdür. Ticarətin əkinçilikdən ayrılması, yəni ticarət ümumiyyətcə müstəqil olmuşdur son Tunc dövründə. İkinci ictimai əmək bölgüsü adlanır. İstehsal təsərrüfatının yaranması xeyr, bu neolit dövrünə aiddir. Əkinçiliyin maldarlıqdan ayrılması birinci ictimai əmək bölgüsüdür, yəni erkən Tunc dövrü. Ticarətin sənətkarlıqdan ayrılması bu son Tunc dövrünə aiddir. Sənətkarlığın başqa istehsal sahələrindən ayrılması ikinci ictimai əmək bölgüsüdür. D variantı düzgündür. Ticarətin əkinçilikdən ayrılması isə, yəni ticarətin müstəqil sahəyə çevrilməsi bu son Tunc dövrünə aiddir. Azərbaycanda son Tunc və erkən Dəmir dövründə insanlar ulu icma halında yaşamışdır. Xeyr, insanlar həmin dövrdə tayfalar şəklində yaşayırdılar. Tunc emalının başlanğıcı qoyulmuşdur. Tunc emalının başlanması erkən Tunc dövründədir, son Tunc yox. Əhali oturaq həyata keçməyə başlayıb neolitdə. Sənətkarlardan tacirlər qrupu ayrılmışdır. Bu düzgün cavabımızdır. Üçüncü ictimai əmək bölgüsü nəticəsində. Y variantında isə qəblə icmasının yaranması üst paleolit dövrünə aiddir. Azərbaycanda son Tunc və erkən Dəmir dövründə əhali oturaq həyata keçmişdir. Yox, bu neolit dövrünə aiddir. Metal emalının başlanğıcının qoyulması eneolit dövrünə aiddir. Ata sitayiş ayininin meydana gəlməsi, ümumiyyətlə ata sitayiş ayini və yaxud da ki, tayfa başçılarının ilahiləşdirilməsi, bunlar son Tunc erkən Dəmir dövrünə aiddir. İnsanların saxsı qabların istehsalına başlaması neolit dövrüdür. Sənətkarlığın müstəqil təsərrüfat sahəsinə çevrilməsi orta Tunc dövrünə aiddir. Erkən Tunc dövrünə aiddir. Metaldan alətlərin hazırlanmaya başlanması bu eneolit dövrünə aiddir. Qazax rayonunda Babədərviş qədim yaşayış məskənindəki ibadət evi bu düzgündür. İbadət evləri erkən Tunc dövrünə aiddir. Əhalinin oturaq həyata keçməyə başlaması neolit dövrüdür. Siklopik tikililərin inşa edilməsi son Tunc ilk Dəmir dövrüdür. Qəblə icmasının yaranması isə üst paleolit dövrünə aiddir. 8. Erkən Tunc dövrünə aiddir. İri tayfa ittifaqının yaranması. Erkən Tunc dövrünə tayfanın özünün yaranması aiddir. İri tayfa ittifaqının yaranması orta Tunc dövrünə aiddir. Şumlama zamanı qoşqu heyvanlarının istifadə edilməsi. Bəli, məsələn, xış əkinçiliyi erkən Tunc dövründə yaranmışdı. Xış əkinçiliyində də o xışa qoşqu heyvanları, 2 dənə öküz qoşulurlarsa, deməli qoşqu heyvanından istifadə etmək xışla aklımızda saxlaya bilərik ki, erkən Tunc dövrünə aiddir. Əhalinin oturaq həyata keçməyə başlaması neolit. Ayaqla hərəkətə gətirilən duluz çarxı son Tunc dövrünə aiddir. Boyalı qablar isə orta Tunc dövrünə aiddir. Ümumiyyətlə Tunc dövrünə aiddir deyir. Ticarətin yaranması. Bəli, orta Tunc dövründə ticarət yaranmışdı. Saxsı qabların hazırlanmaya başlaması neolit dövrüdür. Metaldan əmək alətlərinin hazırlanmaya başlaması eneolit dövrüdür. Ölülərin evlərin içərisində dəfn edilməyə başlaması yenə eneolit dövrü. Ana xaqanlığın əsas yer tutması, ana xaqanlığı üst paleolit dövründə yaranıb eneolit dövründə ana xaqanlığı hələ də əsas yer tuturdu. Azərbaycanda ilkin şəhər mərkəzlərinin yarandığı dövr orta Tunc dövrüdür. Tacirlər qrupunun yarandığı dövr isə son Tunc dövrüdür. Kür-araz mədəniyyəti üçün səciyyəvidir. Kür-araz mədəniyyəti erkən Tunc dövrüdür. Toxa əkinçiliyinin yaranması. Toxanın özü yaranıb neolitdə, toxa əkinçiliyi dövrü eneolitə aiddir. Tacirlərin sənətkarlardan ayrılması son Tunc dövrüdür. Saxsı qabların istehsalında ayaqla hərəkətə gətirilən duluz çarxından istifadə edilməsi son Tunc dövrüdür. İlk dəfə dəmirdən alətlər düzəldilməsi son Tunc ilk Dəmir dövrüdür. Əkinçiliyin maldarlıqdan ayrılması isə birinci ictimai əmək bölgüsüdür və erkən Tunca, yəni Kür-araz mədəniyyəti dövrünə gəlir düşür.
13-cü sual. Qədim Azərbaycan tayfalarının Assuriya ilə əlaqə saxladığını sübut edir. Xocalıdan tapılmış üzəri miqyası ilə yazılmış muncuq. Adad-nirarinin adı yazılmışdır. Qədim Azərbaycan tayfalarının qədim şərq ölkələri ilə su yolu ilə ticarət əlaqələri saxladığını sübut edir. Qobustanda qayaların üzərində həkk edilmiş gəmi təsvirləri. Verilənlərdən hamısı ibtidaizmə quruluşun hansı mərhələsinə aiddir? Mübadilə genişləndi, gəzikdə ticarətin meydana gəlməsinə şərait yarandı. Mübadilə məsələsi Orta Tuz dövrünə aiddir. İnsanlar şəhər tipli yaşayış məskəni, şəhərlərin yaranması da dediyi Orta Tuzdadır. Sənətkarlıq və digər təsərrüfat sahələrindən ayrılıb müstəqil oldu. Sənətkarlıq, bu da Orta Tuz dövrünə aiddir. Azərbaycanda eneolit dövründən fərqli olaraq Tuz dövründə insanlar ilk dəfə metalla tanış olub. Xeyr, insanlar ilk dəfə elə eneolitdə tanış olub metalla. Köçmə əylaq maldarlığı, bəli, bu sırf erkən Tuz dövrünə aiddir. İnsanların kollektiv halda yaşaması, bu alt paleolit dövründən də insanlar kollektiv halda uluizmada yaşayırdılar. Heyvanların əhilləşdirilməsinə başlanması mezolit dövrüdür. Qadın cəmiyyətdə üstün mövqeyini qoruyub saxlaması, bu eneolitə aiddir, Tunca aid deyil. Bu isə bizdən deyir ki, eneolitdən fərqli olaraq Tunca aid olsun. 17-ci sual. Verilənlərin hamısı Azərbaycanda ibtidaizmə cəmiyyətinin hansı mərhələsinə uyğundur? Tox əkinçiliyini xış əkinçiliyi ilə əvəz etməsi erkən tunc. Köçmə yaylaq maldarlığı, eyni zamanda əhalinin dağlıq və dağətəyi zonalarda məskən salması hər biri erkən tunc dövrünə aiddir. Orta Tuz dövründə insanlar uluizma halında, xeyr, insanlar tayfa halında yaşayırlar. Dəri işləmə meydana gəlməsi neolit dövrüdür. Əhali oturaq həyata keçməyə başlayıb neolit dövründə. Duluzçuluqda müxtəlif rəngli boyalardan istifadənin edilməsi, yəni bu boyalı qablar mədəniyyətini nəzərdə tutur. O da Orta Tuz dövrünə aiddir. Ata xaqanlığın yaranması isə erkən Tuz dövrünə aiddir. Orta Tuz dövründə Azərbaycanda xış əkinçiliyinin yaranması erkən tunc, metal emalının başlanmasının qoyulması eneolit, əkinçilik və maldarlığın yaranması mezolit, ana xaqanlığın ata xaqanlığını əvəz etməsi erkən tunc, ilkin şəhər məskənlərinin yaranması isə Orta Tuz dövrünə aiddir. Orta Tuz dövründə qəbli icması yaranmışdı deyir. Xeyr, bu üst paleolit dövründədir. Tayfa başçılarının ilahiləşdirilməsi son Tunc dövründədir. Əhalinin oturaq həyata keçməyə başlaması neolit dövrüdür. İnsanlar saxsı qabların istehsalına başlayıb neolit dövründə, sənətkarlıq digər sahələrdən ayrılıb. Bəli, bu ikinci ictimai əmək bölgüsüdür. O da Orta Tuz dövrünə aiddir. Orta Tuz dövründə əhali oturaq həyata keçməyə başlayıb neolitə aiddir. Hərbi işçiyin yayılıb son Tuz dövründə, üzümçülüyün yaranması Orta Tuz dövründədir. Bağçılıq, bostançılıq, üzümçülük, şərabçılıq. Xış əkinçiliyi meydana gəlməsi erkən tunc, qəbli icmasının yaranması isə üst paleolit dövrünə aiddir. Küraraz mədəniyyəti üçün səciyyəvidir. Yəni, erkən Tuz dövrü Küraraz mədəniyyəti sayılır. Sənətkarlığın digər sahələrdən ayrılması Orta Tuz dövrüdür. Köçmə yaylaq maldarlığı erkən Tunc, yəni Küraraz mədəniyyəti dövrüdür. Duluzçuluqda rəngli boyalar Orta Tuz dövrüdür, yəni boyalı qablar mədəniyyəti. Siklopik tikililərin inşa edilməsi son Tunc ilk dəmir dövrünə aiddir. Şərabçılığın yaranması isə Orta Tuz dövrünə aiddir. Küraraz mədəniyyəti üçün səciyyəvidir. Yeni şəkildə erkən tunca aid olanları seçməliyik. İnsanların daş alətləri cizallamağı və deşməyi öyrənməsi neolit dövründədir. Ovçuluğun əsas məşğuliyyət sahələrindən birinə çevrilməsi, deməli, ovçuluğun əsas məşğuliyyət sahəsinə çevrilməsi ox və kamanın yaranmasından sonra baş vermişdi deyə bunu da atırıq. Əhalinin dağlıq və dağətəyi zonalarda məskən salması erkən Tunc dövrünə aiddir. Bundan sonra köçmə yaylaq maldarlığı yaranmışdı. İlkin əkinçilik vərdişlərinin yaranması mezolit dövrü, ulu icmanın qəbli icması ilə əvəz olunması üst paleolit dövrü. Ata xaqanlığının mövcud olduğu dövrə aid deyil, yəni Tunc dövründən əvvəlki dövrü soruşur. Sosial əmlak bərabərsizliyin mövcud olması Tunc dövrünə aiddir. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi Orta Tuz dövrünə aiddir. Metaldan ilk dəfə istifadə olunması eneolit dövrünə aiddir. Burada isə qadın mövqeyi hələ də güclü idi, yəni ana xaqanlığı idi. Ona görə cavab C variantıdır. Böyük tayfa ittifaqları, yəni birləşmələrinin meydana gəlməsi Orta Tuz dövrüdür. Təsərrüfatda kişilərin rolunun artması da erkən Tuz dövrüdür. Daha sonra baş vermişdir. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi, bu Orta Tuz dövrüdür. Mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsasının qoyulması mezolitdir. Ona görə B-ni atırıq, hələ ki ən sonra olan hadisə A variantıdır. İnsanların toxuculuqla məşğul olmağa başlaması neolit dövrüdür. C-ni də atırıq. Nəsli icmanın yaranması üst paleolit dövrüdür. İnsanların dağlıq dağətəyi zonalarda məskunlaşmağa başlaması erkən Tuzdur. Burada ən sonra baş verən sənətkarlığın müstəqil sahəyə çevrilməsi, yəni Orta Tuz dövrüdür. Ən gec bu baş verir. Daha sonra baş verib. Rabitənin nitqin yaranması üst paleolit dövrüdür. İstehsal təsərrüfatının meydana gəlməsi neolit dövrüdür. Mikrolit alətlərdən istifadə olunmağa başlaması mezolit dövrüdür. Neandertal insan meydana gəlməsi
orta paleolit dövrüdür. İlkin şəhər məskənlərinin yaranması isə orta tunc dövrüdür. Ən sonunda bu baş verdiyinə görə Y düzgün variantdır. Azərbaycanda ana xaqanlığın mövcudluğu dövründən fərqli olaraq ata xaqanlığı dövründə axirət dünyasına inam mövcuddur. Axirət dünyasına inam orta paleolitdən bəri var. Yəni heç onda ana xaqanlığı belə yaranmamışdı. Daha sonra ana xaqanlığı dövründə hətta indi belə axirət dünyasına inam var. Ona görə bunu atırıq. Metaldan əmək alətlərinin hazırlanması eneolit dövrünə aiddir ilk dəfə. Onda ana xaqanlığı da var idi. Ona görə fərqli bir şey ola bilməz. Əhalinin əkinçiliklə məşğul olması ana xaqanlığında da var, çünki mezolit dövründən sonra yaranıb. Siklopik tikililərin inşa edilməsi isə ana xaqanlığında yoxdur, sadəcə son tunc dövrü, yəni ata xaqanlığı dövrünə aiddir. Əhalinin toxuculuqla məşğul olması isə neolit dövründə yaranıb, ondan sonraki dövrlərdə də var. Ona görə burada fərqli oldu D variantı. Uyğunluq gözlənilmişdir. Mit emalına başlanmışdı neolit dövründə. Mit emalına başlanıb eneolit dövründə. Bu bizdən uyğunluq gözlənilmişdir deyir. Yəni düzgün olan variantı soruşur. Mənimsəmə təsərrüfatını istehsal təsərrüfatı əvəz edib orta paleolit dövründə. Mənimsəmə təsərrüfatını orta paleolit yox, orta daş dövrü, yəni mezolit dövründə istehsal təsərrüfatı əvəz edib. Ana xaqanlığı ata xaqanlığı ilə əvəz edilib erkən tuzda. Bəli, ana xaqanlığı dedik xış əkinçiliyi sayəsində ata xaqanlığı meydana çıxmışdı erkən tuzda. Kür ərazi mədəniyyəti kimi tanınır, deyir eneolit. Xeyr, erkən tuz dövrü. Əhali oturaq həyata keçmişdi neolit dövründə, üst paleolitdə yox. 29-cu sual. Tunc dövrü erkən və orta tuncları seçməliyik. Qəbələnin meydana gəlməsi üst paleolitdir deyə bunu atırıq. Ata xaqanlığın yaranması erkən tunc dövründədir, xış əkinçiliyi ilə. Xış əkinçiliyinin yaranması da elə eyni vaxtda düşür. BC 1-də düzgündür. Orta tunc dövrü. Bağçılığın yaranması, bəli, bağçılıq, bostançılıq, üzümçülük, şərabçılıq kimi yeni təsərrüfat sahələri yaranıb. İri tayfa ittifaqları. Dedik ki, tayfa erkən tuncda, tayfa ittifaqı orta tuncda, tayfa başçısının ilahiləşdirilməsi isə son tuncdaydı. Ona görə 1 BC 2 AB düzgündür. C variantında siklopik tikilər bu son tunc dövrünə aiddir. Cavab oldu 1 BC 2 AB A variantı. 30-cu sual. Ana xaqanlığı, ata xaqanlığı. Üzümçülük şərabçılığı mövcud olmaz, sadəcə ata xaqanlığına aiddir. Çünki orta tunc dövrünə aid idi. Metaldan istifadə olunması həm eneolitdə, həm də ondan sonraki tunc dövrlərində də var idi. Ona görə bunu B variantına, üçüncüyə götürürük B variantını. İnsanların əkinçiliklə məşğul olması yenə hər birini götürə bilərik. Çünki əkinçilik mezolit dövründən sonra yaranmışdı. Həm ana xaqanlığını, həm də ata xaqanlığını görür. İbtidai maldarlığın yaranması mezolit dövründə ana xaqanlığı dövründədir. Daş əmək alətlərindən istifadə edilməsinə başlanılması isə başlanması deyir, bu da at paleolit dövründədir. Onda heç ana xaqanlığı, nə də ata xaqanlığı yox idi. Ona görə Y variantı ümumiyyətlə götürmürük. 1-də D, 2-də A, üstdə isə BC düzgün variantdır, yəni D. 31-ci sual. Daş dövründən fərqli olaraq tunc dövründə ilk sənətkarlıq sahələri meydana gəldi. Deməli, sənətkarlığın müxtəlif sahələri, duluzçuluq, toxuculuq, daş işləmə, dər işləmə, bunlar neolit dövründədir, yəni yeni daş dövründə. Bu deyir, daş dövrünə aid olmasın. Ona görə A-nı atdıq. İnsanlar qaya üzərində gəmi təsvirləri çəkməyə başladılar. Bu da mezolit, yəni orta daş dövrüdür. Yəni burada da fərqli bir şey yoxdur. İnsanlar kollektiv halda yaşayırlar. Burada da fərqli heç nə yoxdur. Çünki daş dövründə ulu icmada və yaxud da qəblə icmasında, tunc dövründə isə tayfada yaşayırlar. Əmlak və sosial bərabərsizlik isə sırf tunc dövrünə aiddir. Ona görə D düzgün variantdır. İstehsal təsərrüfatı mövcud olması isə deməli neolit, yəni yeni daş dövründən sonradır. Verilən xüsusiyyətlərin hər ikisinin aid olduğu ərazini xəritədə müəyyən edin. Ərazisində qayalar üzərində tunc dövrünə aid təsviri sənət nümunələri aşkar edilmişdir. Və qədim insan məskəni olan Zar mağarası burada yerləşir. Söhbət Kəlbəcərdən, yəni üstdən gedir. Cavab olur C variantı. Verilən xüsusiyyətlərin hər ikisi yeni şəkildə qədim insan məskəni olan Daşsalahlı mağarası burada yerləşir, yəni Qazaxda. Ərazisində xüsusi ibadət evlərinin deməli qalıqları aşkar edilib. Dedik ki, Qazaxda Daşsalahlı idi. İbadət evlərdə dedik hansılar idi? Xaçmazda Sərkərtəpə, Qazaxda yenə Baba Dərviş. Ona görə düzgün cavabımız Qazax olur, yəni D. Erkən tunc dövründə fiziki güc tələb edən xış əkinçiliyi, yaylaq maldarlığı, metal işləmə yarandı. Kişi əməyini tələbat artdı. Qadın cəmiyyətdə mövqeyi zəiflədi, kişilərin nüfuzu artmağa başladı. Deməli, ata xaqanlığı yarandı. Erkən tunc dövründə fiziki güc tələb edən xış əkinçiliyi, yaylaq maldarlığı, metal işləmə yarandı. Kişi əməyini tələbat artdı. Qadın cəmiyyətdə mövqeyi zəiflədi. Kişilərin nüfuzu artmağa başladı. Verilən proseslərin nəticəsində
Ata xaqanlığı öz nüfuzunu itirmir, əksinə ata xaqanlığı yaranır. Ana xaqanlığı amma süqut edir. B variantı düzgün cavabdır. Sənətkarlığın, əkinçilik, maldarlığın inkişafı, mübadilənin inkişafı. Deyir ki, verilənlərin hər ikisi Azərbaycanda ibtidai icma quruluşu dövründə nəyin səbəbidir? A variantında deyir tayfanın yaranmasının. Xeyr. B variantda ulu icmanın dağılmasının. Yəni burada sənətkarlıq, əkinçilik, maldarlıq, mübadilə deyirsə, mübadilə nə deməkdir? Dəyişmək. Yəni ticarət etmək. Burada elə cavab birbaşa ticarətin yaranması olmalıdır. Ticarət də yaranır Orta Tunc dövründə. Güclü tayfaların zəif tayfaların var dövlətini mənimsəməsi, zəif tayfaların torpaqlarının ələ keçirilməsi, verilənlər hər ikisi nəyin səbəbidir? Verilənlərin hər ikisi deyir ulu icmanın dağılması. Xeyr, tayfa məsələsi ümumiyyətlə ulu icmada ola bilməzdi. Ondan sonra qəblə icması, ondan sonra tayfa gəlir. Qəbləyin yaranması xeyr, bu da ən qədim dövrlərə gəlir. İri tayfa birliklərinin yaranması. Bəli, deyir ki, iri tayfa birlikləri necə yaranır? Deməli, kiçik-kiçik tayfalar olur. Həmin o tayfalardan kiçiklər bir-birini məğlub elədikcə, həmin o məğlub tayfanı özünə birləşdirir, daha böyük tayfa yaradır. Beləliklə, iri tayfa birlikləri yaranmış olur. İlk tayfaların yaranması, bunu da atırıq, çünki dedik, tayfa birlikləri yaranmalıydı. Ticarətin yaranmasında bunun heç bir əlaqəsi yoxdur. Azərbaycanda erkən Tunc və Orta Tunc dövrlərinə aid ümumi cəhət ayaqla hərəkətə gətirilən duluz çarxı, bu son Tunc dövrünə aiddir. Şəhər tipli yaşayış məskənləri, bu Orta Tunc dövrünə aiddir, erkəndə yox idi. Boyalı qablar mədəniyyəti Orta Tuncdadır, erkəndə yox idi. Süni suvarma sisteminin istifadə edilməsi. Baxın, desək ki, süni suvarma sisteminin yaradılması, onda səhv olardı ki, sadəcə erkən Tunca aiddir. Amma burada istifadə edilməsidir. Yəni, süni suvarmadan bu dəqiqə belə istifadə olunursa, deməli bu erkən Tuncdan sonraki bütün dövrlərə aiddir. Ata sitayiş isə son Tunc dövrünə aiddir. Ata xaqanlığı dövrünə aid deyil, kollektiv dəfn etmə adətinin meydana gəlməsi. Kollektiv dəfn etmə adəti Ata xaqanlığı dövründədir, erkən Tuncda. Toxa əkinçiliyinin yaranması isə toxanın özü yaranıb neolitdə, əkinçiliyi isə eneolitdə. Ona görə Ata xaqanlığına aid olmayan, ana xaqanlığına aid olan B-dir. Köçmə əyalaq maldarlığı erkən Tunc. Düzən ərazidə yaşayan əhali dağlıq zonada məskun saldı. Yəni, əhalinin dağlıq və dağətəyi bölgələrdə məskunlaşmasını deyir. Bu da erkən Tunc dövrüdür. Tayfaların meydana gəlməsi erkən Tunc dövrüdür. Ata xaqanlığı dövrünə aid deyil. Düzən ərazidə yaşayan yenə eyni şəkildə dağlıq dağətəyi bölgələrə köçmək erkən Tunc. Birinci ictimai əmək bölgüsü erkən Tunc. Ayaqla hərəkətə gətirilən duluz çarxı son Tunc. Metaldan əmək alətlərinin hazırlanmağa başlaması isə eneolit dövrüdür, yəni ana xaqanlığı. Üzümçülük və şərabçılıq isə Orta Tunc dövrünə aiddir. Azərbaycanda eramızdan əvvəl 4-cü min ikinci yarısı, 3-cü minliyin sonu tarixçi Səciyyevdir. Bu tarix bizə erkən Tunc dövrünü xatırladır. A variantında əkinçilikdə qoşqu heyvanlarından istifadə edilməz. Bəli, dedik, xış əkinçiliyi yaranmışdı. Burada da 2 cüt öküz qoşurdular. Deməli, qoşqu heyvanlarından istifadə ediblər. Qadınların qəbilədə məişətdə mühüm rol oynamağa başlaması üst paleolitə aiddir. Toxa əkinçiliyinin yaranması eneolit dövrünə aiddir. İlk dəfə heyvanların əhilləşdirilməsi mezolitdir. Sənətkarlığın əkinçilikdən ayrılması isə Orta Tuncdur. Bizdən isə erkən Tuncu soruşurdu. Cavab A. 42. Azərbaycanın eramızdan əvvəl 4-cü minliyin ikinci yarısı, 3-cü minliyin sonu tarixinə aiddir. Yəni erkən Tunc dövrünə. İlk mərkəzləşdirilmiş dövlətin meydana gəlməsi. Xeyr, söhbət Azərbaycandan gedir və Azərbaycanda ilk mərkəzləşmiş dövlət 1-ci minlikdə Mannadır. Tacirlər qrupunun yaranması, bu son Tunc dövrünə aiddir. Qohum qəbilələrin tayfalarda birləşməsi, bu ola bilər. Dedik, tayfa yaranmışdı erkən Tuncda. Ata sitayiş son Tunc dövrü, ikinci ictimai əmək bölgüsü isə Orta Tunc dövrünə aid idi. Azərbaycan eramızdan əvvəl 14-7-ci əsrlər tarixi, yəni son Tunc ilk dəmir dövrünü soruşur. Sənətkarlığın müstəqil sahəyə çevrilməyə başlaması, bu Orta Tuncdu deyə atırıq. Siklopik tikillər, bu son Tunc ilk dəmir dövrünə aiddir. Siklopik tikillər də nə idi? Təpəgöz qurğuları idi və bunlardan tacirləri küləkdən, yağışdan, döyüşlərdən qorumaq məqsədilə istifadə edirdilər. Üzümçülük və şərabçılıq Orta Tunc dövrüdür. Bu bizdən son Tunc dövrünü soruşur. Təsərrüfatda kişi əməyinin ön plana keçməyə başlaması. Bu da erkən Tuncdur. Desəydik ki, təsərrüfatda kişi əməyinin ön planda olması, onu da götürə bilərdik. Çünki ondan sonraki Tunc dövrlərində də kişi əməyi ön plandaydı. Y variantı, istehsal təsərrüfatının yaranması, bu da neolit dövrü idi. Deməli, birinci mətndə deyir, bu dövrdən başlayaraq insanlar qan qohumluğuna əsasən birlikdə yaşamağa başladılar. Qan qohumluğu sözü görən kimi bilirik ki, söhbət üst paleolitdən gedir. Ağacdan sallar düzəldir, daş sümüyü üzərində incəsənət nümunələri hazırlayırlar.
Deməli, birinci mətnimiz oldu üst paleolit. İkinci mətnimiz. Bu dövrdə insanlar heyvanları daha uzaq məsafədən ovlamağa başladı. Bu da mezolit dövrüdür. Ox və kaman sayəsində. Suyu keçmək üçün qayıqlar düzəldirlər. Qayıqlar üzərində rəsm təsvirləri çəkirdilər. Deyir, birinci mətndə bəhs edilən dövrdən fərqli olaraq, yəni üst paleolitdən fərqli olaraq, mezolit dövründə istehsal təsərrüfatına keçidin əsası qoyulmuşdur. Bəli, yəni istehsal təsərrüfatına keçid sadəcə mezolit dövründə başlayıb. İnsanlar qəbile icması halında yaşayır. Xeyr, İnsanlar üstdə də, mezolitdə də qəbile icması halında yaşayırlar. Yəni fərqli bir şey yoxdur. Axirətə inam mövcud idi. İkisində də var idi. Ona görə fərqli bir şey yoxdur. Yeni sənətkarlıq sahələri meydana gəlməzsə neolitdə də heç birinə aid deyil. Cavab olur yalnız 1 D variantı. Bu dövrdən başlayaraq insanlar ilk dəfə misdən istifadə etməyə başlayırlar, yəni eneolit dövrü. Buna baxmayaraq daşdan hazırlanmış əmək alətləri üstünlüyü qoruyub saxlayır. İnsanların bircə yaşayış formalarında isə ciddi dəyişiklik olmamışdır. Deməli, birinci mətnimiz eneolit dövrüdür. İkinci mətn. Bu dövrdə cəmiyyətin həyatında kişilərin rolu artmağa başladı. Bu da erkən Tunc dövrüdür, yəni ata xaqanlığı. Onlar xış əkinçiliyi ilə məşğul olur. Tuncdan əmək alətləri hazırlayırdılar. Maldarlığın genişlənməsi, köçmə həyat sürən insanların sayını artırmışdı. Deyir, birinci mətndə verilən dövrdən fərqli olaraq, yəni eneolitdən fərqli olaraq erkən Tunc dövründə istehsal təsərrüfatı mövcud idi. Bu yanlışdır, çünki istehsal təsərrüfatı həm eneolitdə, həm də erkən Tuncda var idi. Çünki istehsal təsərrüfatı neolitdə yaranıb. İnsanlar qəbile icması halında yaşayırdılar. Xeyr, erkən Tuncda insanlar tayfada yaşayırdı. Axirət dünyasına inam, bəli, ikisində də var idi. Bu isə deyir ki, deməli, erkən Tunca aid olan seçməliyik yalnız. Axirət dünyasının ikisinə də aiddir. Amma tayfaların meydana gəlməsi sırf erkən Tuncdur. Cavab olur yalnız 4. Orta və son Tunc dövrünün ümumi cəhətini erkən Tunc dövründən fərqləndirən xüsusiyyət. Bağçılığın mövcud olması. Bəli, demir bağçılığın yaranması. Bağçılığın yaranması desəydi, bu sırf Orta Tunc aid olardı. Amma mövcud olması deyirsə, Orta Tuncdan sonraki dövrlərə də aiddir. Biri götürürük. İnsanların duluzçuluqla məşğul olması, hər birinə aid deyə atırıq. Siklopiklərin tikilməsi, orta və son Tuncun ümumi cəhəti deyir. Siklopik qalılar isə sadəcə son Tuncda deyə çıxırıq. Kollektiv dəfn etmənin mövcud olması erkən Tuncda da var idi. Bu isə deyir, erkən Tuncdan fərqli olsun. Cavab olur yalnız 1. 47-ci sual. Eylervin diaqramına əsasən uyğunluğu müəyyən edin. Erkən orta son Tunc dövrünə aid xüsusiyyətləri tapmalıyıq. İctimai əmək bölgüsünün baş verməsi. Bu, hər birinə aiddir. Birinci, ikinci, üçüncü ictimai əmək bölgüsü müvafiq olaraq erkən orta son Tunc dövrünə aiddir. 4-ə A-nı götürürük. Ata xaqanlığın yaranması erkən Tuncdadır. B variantı. Boyalı qabların hazırlanması. Baxın, boyalı qabların yaranması demir, hazırlanması deyir. Yəni, boyalı qabların hazırlanmaya başlaması Orta Tuncdur. Ondan sonraki dövrlərdə də var. Ona görə də bu hər ikisinə aid ola bilər. Ortadan sonra da Tunc gəlir axı. Ona görə boyalı qablar hazırlanması 5C. İri tayfa birliklərinin yaranması Orta Tunc dövründədir. Tacirlər qrupunun ayrılması son Tunc dövründədir. Cavab olur 1B, 2D, 3Y, 4A, 5-də C. Eramızdan əvvəl 6-4-cü minillikləri əhatə edən bu dövrdə, yəni eneolit dövründə insanlar əkinçilik və maldarlıqdan başqa ovçuluq və balıqçılıqla da məşğul olurlar. Çay kənarlarında dairəvi yaşayış evləri tikilirdi. Bu eneolit. Deməli, bu oldu bizim eneolitimiz. Bu dövrdə əkin sahələri genişlənmiş, süni suvarma yaranmışdır. Bu da erkən Tunc dövrüdür. Süni suvarma sözünü görən kimi götürə bilirik. Əmək alətləri, məişət əşyaları və silahların inkişaf səviyyəsində dəyişikliklər baş verib. Haqqında bəhs edilən birinci dövrdən, yəni eneolitdən fərqli olaraq erkən Tuncun dini görüşləri üçün xarakterik xüsusiyyətlər. Burada sırf dini görüşləri soruşur. Axirət dünyasına inanma mövcud olmaz. Bu hər birində var, hələ də var. Yəni bu, orta paleolitdən sonra bütün dövrlərə aiddir. Ölülərin yaşayış məskənlərində dəfn edilməsi. Ölülərin evlərin içərisində dəfn edilməsi elə eneolitin özündə var. Dini ayinlər üçün xüsusi ibadətgahların tikilməsi. Bu, sırf erkən Tuncdan sonraki dövrə aiddir. Təsərrüfatda kişi əməyinin ön plana keçməsi isə dinlə bağlı deyil deyə götürmürük. Baxın, burada yəni yanlışlıq ola bilər. Təsərrüfatla bağlıdır. Bu isə bizdə deyir ki, dini görüşlər üçün xarakterik xüsusiyyətlər seçin. Cavab olur yalnız 3. 49-cu sual deyir, erkən Tunc dövründə cəmiyyətdə ictimai münasibətlərin inkişafını özündə əks etdirir nə? Bir də deyir, əkinçilik və maldarlığın meydana gəlməsi.
Bu olur mezolit dövrünə aiddir. Ona görə əlaqəsi yoxdur. Qohum qəbilələrin birləşməsi. Qohum qəbilələrin birləşməsi elə ictimai münasibətdir. Yəni qohum qəbilələr birləşir, tayfa yaradır. Ya taxılın biçilməsində tuncoraqlardan istifadə, bu da erkən tunc dövrünə aiddir. Lakin bu yəni ictimai münasibətlərlə bağlı deyil, təsərrüfatla bağlı bir şeydir. İri tayfa birlikləri isə orta tuncdur. Cavab olur yalnız 2. 50-ci sual. İbtidai icma cəmiyyətinin dağılmasının səbəbləri. Birdə deyir, qeyri-məhdud hökmdar hakimiyyəti. Ümumiyyətlə, birinci, ibtidai icma quruluşu dağılır, sonra hakimiyyət, hökmdar məsələləri yaranır. Ona görə biri atırıq. Tayfa başçılarının kəndli təbəqəsini istismar etməsi. Tayfa başçıları var idi, bəli, amma kəndli təbəqəsi deyilən bir şey hələ yox idi. Ona görə 2-ni də atırıq. İdarəetmənin adı sanlı adamların əlinə keçməsi, yəni bərabərsizliyin yaranması, varlı kasıb məsələsi buydu. Dini pərakəndəlik deyilən bir şey də yoxdur. Dini pərakəndəlik isə, yəni ölkədə ərazisində bir neçə dindən istifadə olunması, misal üçün xristianlıq, bütpərəstlik və yaxud da ki, müsəlman, İslam dininin olması. Yəni bir neçə din varsa, o dini pərakəndəlikdir. Amma burada cavabımız olur yalnız 3. Yəni ibtidai icma dağılmasının əsas səbəbi budur. Verilənlərin hər ikisi ümumi cəhətlərdir. Metaldan alətlərin hazırlanması, əkinçiliyin mövcud olması, paleolit və ata xalqanlığı mövcudluğu dövrünün. Deməli, metaldan alət hazırlanması paleolit dövrünə aid ola bilməz bilirik ki. Ona görə A variantını atırıq. Neolit və erkən tunc. Metaldan alət neolitdə ola bilməz. Eneolitdən sonra var. Mezolit və neolit yenə metaldan istifadə eneolitdən sonra var. Mezolitdə ola bilməz. Ulu icma və nəsli icma. Ulu icma dedik ki, at və orta paleolit dövrünə aid idi. Ondan sonra qəbli icması üst paleolitdə yaranmışdı. Yenə metallı ulu icma görmür. Amma Y variantında nəsli icma, yəni qəbli icması üst paleolitdən sonraki dövrlərə aiddir. Erkən tunca qədər. Həm də ata xalqanlığı erkən tuncdan sonra, yəni metallı və əkinçiliyi həm nəsli icma, qəbli icması, həm də ata xalqanlığı görüb. Cavab olur Y variantı. Ərazisində erkən tunc dövrünə aid xüsusi ibadət evlərinin tikildiyi rayonları müəyyən edin. Erkən tunc dövründə ibadət evləri hansılar idi? Xaçmazda Sərkərtəpə, Qazaxda Baba Dərviş, Naxçıvanda isə 1-ci Kültəpə və Maxtaydı. Burada cavab olur, dedik ki, deməli burada cavab olur 1, 3, Xaçmazda Sərkərtəpə. Bir də cavab olur Qazaxda Baba Dərviş, yəni 1. Azərbaycanda orta tunc dövrü üçün səciyyəvdir. Duluzçuluğun meydana çıxması bu neolit dövrüdür. İkinci istimaiyyət bölgüsü orta tunc dövrünə aiddir. Sənətkarlıq müstəqil sahəyə çevrilmişdir. Bağçılıq, bostançılıq, üzümçülük, şərabçılıq kimi yeni təsərrüfat sahələrinin yaranması orta tunc dövrüdür. Köçmə yaylaq maldarlıq isə erkən tunc dövrüdür deyə atırıq. Tunc dövrünə aiddir. Yəni burada ümumiyyətlə erkən, orta və son tunc dövrlərindən danışır. Yeni təsərrüfat sahələrinin yaranması. Məsələn, bağçılıq, bostançılıq, üzümçülük, şərabçılıq orta tuncdaydı, götürürük. Ovçuluq əsas peşəyə çevrilir. Xeyr, bu ən qədim dövrlərdir. Əmək məhsuldarlığı arta bilər. Bu ola bilər, yəni əmək məhsuldarlığının artması. Maldarlığın yeni sahəsi köçmə maldarlıq. Erkən tunc dövrünə aiddir deyə bunu da götürürük. İbtidai əkinçiliyin əsasının qoyulması isə mezolitdir. Cavab olur 1, 3, 4. 55. Azərbaycanda erkən tunc dövrünə aid olan xüsusiyyətləri müəyyənləşdirək. Saxsı qabların istehsalına başlaması neolit. Kurqan tipli qəbirlər, bəli, erkən tuncdur. Əkinçilik maldarlığın bir-birindən ayrılması, birinci ictimai əmək bölgüsüdür, düzdür. İlk şəhər məskənləri orta tunc dövrüdür deyə atırıq. Daşların cilallanmasının mənimsənilməsi isə ilk dəfə neolit dövründə idi. Azərbaycanda orta tunc dövrünə aid olan xüsusiyyətləri müəyyən edin. Ata xaqanlığının yaranması erkən tuncdur. Üçüncü ictimai əmək bölgüsünün baş verməsi son tuncdur. Boyalı qablar mədəniyyəti orta tuncdur. İlkin şəhər məskənləri də orta tunc dövrüdür. Toxu əkinçiliyinin, xış əkinçiliyinin əvəz etməsi erkən tuncdur. Cavab olur 3 və 4. 57. Tunc dövrünə aid xüsusi ibadət evlərinin tapıldığı əraziləri müəyyənləşdirək. Burada da yenə eyni şəkildə dedik ki, Xaçmazda Sərkərtəpə, Qazaxda Baba Dərviş, Naxçıvanda Kültəpə. Baxın, Qazaxda Baba Dərviş dedik. Naxçıvanda da Kültəpə ilə Maxtaydı. Cavab olur 2 və 5. Tunc dövrünə aid səbəb-nəticə əlaqələrini müəyyənləşdirək. Kişi əməyinin tələbatın artması, qadının cəmiyyətdə mövqeyinin zəifləməsi. Bəli, xış əkinçiliyi yaranandan sonra artıq qadın mövqeyi zəifləyir və ata xalqanlığı yaranır. İkinci ictimai əmək bölgüsünün baş verməsi ticarət müstəqil sahəyə çevrilir. Bu, sənətkarlığın müstəqil sahəyə çevrilməsi olmalı idi. Ticarət son tunca aiddir. Xış əkinçiliyinin yaranması, toxu əkinçiliyinin daha da geniş yayılması. Xeyr, toxu əkinçiliyi artıq biraz nüfuzdan düşür, xış əkinçiliyi yüksəlir. Qohum qəbilələrin birləşməsi nəticəsində də tayfalar yaranmışdı dedik. Düzgün cavab 1 və 4.
59. İbtidaizmə quruluşuna aid hadisə nəticə əlaqələrini müəyyən edin. Birinci sistem əmək bölgüsünün baş verməsi, tacirlər qrupunun yaranması. Bu, erkən tunc dövrünə aid birinci sistem əmək bölgüsü, tacirlər qrupunun yaranması son tunc dövrünə. Kişilərin cəmiyyətdə nüfuzunun yüksəlməsi, ata xaqanlığının yaranması, bu düzgündür. Dedik, xışa əkinçiliyi sayəsində kişilərin nüfuzu artdı. Çünki xışa ancaq kişilərin gücü çatırdı. Bağçılıq bostançılığın yaranması, əkinçiliyin maldarlıqdan ayrılması. Bağçılıq bostançılıq orta tuncda, əkinçiliyin maldarlıqdan ayrılması erkən tuncda olur. Yəni, bunun nəticəsi necə ola bilər ki, əvvəlcə bu gəlməli idi, sonra bu. Amma burada əksi göstərilir. Əmək alətlərinin təkmilləşməsi, məhsuldarlığın artması. Bu normaldır. Misal üçün, xışla yeri daha yaxşı şumlayırlar, daha yaxşı məhsul götürürlər. Xış əkinçiliyin yaranması ikinci ictimai əmək bölgüsü. Bunun da əlaqəsi yoxdur. İkinci ictimai əmək bölgüsü orta tuncdadır. Xış əkinçiliyi də erkən tuncda. 59-da cavab olur 2 və 4. 60-a baxaq. 14-7-ci əsrlərdə Azərbaycan üçün səciyyəvi olan cəhətləri müəyyən edək. Yəni, son tunc erkən dəmir dövrlərini soruşur. Baxın, mezolit dövrü deyir. Çünki mezolit dövrdə 12-8-dir. 12-8-ci minlikləri əhatə edir deyə. Ona görə burada aldatmağa çalışırlar bizi. Biri atırıq, ona görə ox və kaman ixtirası nəticəsində oxçuluğun əsas peşəyə çevrilməsi. Burada yenə mezolit dövrünə aid xüsusiyyəti verib. Dəmirdən əmək alətlərinin hazırlanması. Bəli, dəmirdən hətta geniş istifadə olunması 7-ci əsrdir. Süni suvarma mövcud olması demir yaranması. Yaranması desəydi götürməzdik. Amma mövcud olması deyirsə, erkən tunc dövründən sonra hər dövrdə var. Siklopik tikililərin mövcud olması da son tunc ilk dəmir dövrünə aiddir. 60-da cavab olur. Deməli, 3, 4 və 5. 61. Azərbaycan eramızdan əvvəl 14-7-ci əsrlərini əhatə edən dövr üçün səciyyəvi cəhətlər. Yenə eyni şəkildə son tunc erkən dəmir dövrünü seçirik. Duluzçuluğun mühüm yer tutması. Duluzçuluq yaranıb neolitdə. Neolitdə yaranıb, amma demir ki, yaranması deyir, mühüm yer tutması. Yəni, mühüm yer tuturdu, normaldır. Hətta ayaqla hərəkətə gətirilən duluz çarxları yaranmışdı. Biri götürürük. Heyvanların əhilləşdirilməsinə başlanması. Mezolit dövrünə aid deyə atırıq. Dəmirdən silahlar hazırlanar. Təbii ki, çünki son tunc erkən dəmir dövrüdür. Orta daş dövrü kimi xarakterizə edilməz. Xeyr, o mezolit dövrünə aiddir. Yəni 12-8-ci minliklər. Ön Asiya və Yaxın Şərq ölkələrlə su yolları vasitəsilə ticarət bu. Həqiqətən də son tunc erkən dəmir dövrüdür. 1, 3, 5 düzgün variantımızdır. Azərbaycanda ana xaqanlığı və ata xaqanlığı dövrünə aid ümumi cəhətlər. Əhalinin duluzçuluqla məşğul olması. Duluzçuluqla neolit dövründə, yəni ana xaqanlığında məşğul olurdular. İndiki dövrümüzdə belə duluzçuluq var, ona görə bir düzdür. Şumlama zamanı qoşqu heyvanlarından istifadə edilməsi ana xaqanlığını görməyib. Erkən tunc, yəni ata xaqanlığı dövrünə aiddir. Əkinçilik və maldarlığın geniş yayılması həm ana xaqanlığı, həm də ata xaqanlığında var. Əmlak və sosial bərabərsizlik sadəcə ata xaqanlığıdır, yəni tunc dövrüdür. Süni suvarmadan istifadə sadəcə tunc dövrüdür. Cavab olur 1 və 3, 62-də. Daha sonra gəlirik 63-ə. Azərbaycanda erkən və orta tunc dövrlərinə aid ümumi cəhət. İctimai əmək bölgüsünün baş verməsi. Bəli. Birinci və ikinci ictimai əmək bölgüləri baş vermişdir. Şəhər tipli yaşayış məskənləri sadəcə orta tunca aiddir. Metaldan əmək alətləri eneolit dövründən başlayaraq bütün dövrlərdə var. Siklopik qallar adlanan müdafiə tikilləri sadəcə son tunc dövründə var. Təsərrüfat və məişətdə daş alətlərin üstün yer tutması yoxdur. Tunc alətlər üstün yer tutur artıq. 63-də düzdür, daş alətlərdən istifadə olunur, amma üstün yer tutmaq məsələsi eneolit daxil olmaqla idi. Alt paleolitdən eneolitə qədər. Cavab olur 63-də 1 və 3. 64. Azərbaycanda ana xaqanlığı mövcudluğu dövrünün fərqli olaraq ata xaqanlığında metaldan əmək alətlərinin hazırlanması. Bu eneolit dövründə də var. Eneolit də ana xaqanlığı idi, ona görə biri atırıq. Əhali duluzçuluqla məşğul olması ikisinə də aiddir. Üzümçülük, bağçılıq, bostançılıq kimi sahələr orta tuncdan sonra yaranıb, yəni ata xaqanlığında. Deməli, əkinçilik maldarlıqdan ayrılıb ata xaqanlığında, yəni erkən tuncda. Toxuculuğun mövcud olması ikisinə də aiddir deyə bunu fərqli olaraq götürənməliyik. 65-də deyir Azərbaycanda ana xaqanlığın mövcudluğu dövründən fərqli olaraq ata xaqanlığı dövründə metaldan əmək alətlərinin hazırlanması. Bir daha deyirik ki, metaldan ilk dəfə hazırlanıb alətlər eneolitdə, onda ana xaqanlığı var idi. Ona görə fərqli bir şey yoxdur. Kurqan tipli qəbilələrin meydana gəlməsi erkən tunca aiddir, yəni ata xaqanlığına. Əkinçilik və maldarlığı mövcud olması ikisinə də aiddir. Kollektiv dəfn etmə erkən tunca aiddir. Cavab olur 2 və 4. Azərbaycan tarixinin əvvəlki dövrlərindən fərqli olaraq, yəni erkən tuncdan əvvəlki dövrləri soruşur. Ki, erkən tunc onlardan nəyə fərqlidir? İbtidai incəsənətin yaranması, bu üst paleolitdə var idi. Şəhər tipli iri yaşayış məskənlərinin yaranması erkən tunc yox, orta tuncda yaranmışdı. Xüsusi ibadət evlərinin tikilməsi erkən tuncdur. Toxu əkinçiliyin xış əkinçiliyi əvəz olması erkən tunc. Cavab olur 3 və 4.
67. İbtidai icma quruluşunun digər dövrlərindən fərqli olaraq Orta Tuncda şərait bir yaşayış məskənlərinin yaradılması, bəli. Tayfalar böyük tayfa ittifaqında birləşmişlər, düzdür. Ata sitayişin meydana gəlməsi Son Tunc İlk Dəmir dövrüdür. Siklopik qalların inşa edilməsi də Son Tunc İlk Dəmir dövrüdür. Erkən Tuncdan Orta Tuncun oxşar cəhəti insanların tayfalarda yaşaması, düzdür. Tayfalar yaranıb Erkən Tunc və sonraki dövrlər. Əkinçilikdə qoşqa heyvanlarından istifadə edilməsi, bəli, xış əkinçiliyində istifadə edilmişdir. Erkən Tuncda da var. İnsanların üzümsüzlük, şərabçılıqla məşğul olması ola bilməz, çünki Erkən Tuncda olmayıb, Orta Tuncdan sonra yaranıb. İnsanlar arasında ticarət Orta Tuncdan sonra yaranıb. Siklopik tikililərin inşa edilməsi isə Son Tuncda. Cavab olur 1 və 2. Ata xaqanlığı dövrü üçün səciyyəvi olmayan, yəni ata xaqanlığı olmasın deyir. Tunc alətlərdən istifadə, bu ata xaqanlığıdır. İstehsal təsərrüfatının keçidin əsası qoyulması mezolitdə ana xaqanlığıdır. İlk dəfə qan qohumluğuna əsasən insan birliyi, yəni qəbili icması, bu da ana xaqanlığıdır. Bu deyir ata xaqanlığına aid olmasın. Əkinçilikdə qoşqa heyvanlarının istifadə edilməsi ata xaqanlığında var. Dedik ki, xış əkinçiliyi dövrü Erkən Tunc. Şərabçılığın meydana gəlməsi Orta Tuncda, yəni ata xaqanlığıdır. 69-da cavabımız olur 2 və 3. 70. Erkən Tunc dövrünü Orta Tunc dövründən fərqləndirmir. Yəni, heç bir fərqi yoxdur. Erkən Tuncdan Orta Tuncun oxşar cəhəti xış əkinçiliyinin yaranması. Yəni, bu xış əkinçiliyindən yaranması Erkən Tunca aiddir sırf yaranması dediyinə görə. Ona görə biri atırıq. Daha sonra kişilərin cəmiyyətdə mühüm rola malik olması, olmağa başlaması demir də, olması deyir. İkisinə də aiddir. Yəni biz burada ortağı seçməliyik. Çünki deyir Erkən Tuncu Orta Tuncdan fərqləndirmir. Fərqləndirir desə sırf Erkən Tunca aid olanları seçərdik. İlk tayfaların meydana gəlməsi sırf Erkən Tunca aiddir. Amma ictimai əmək bölgüləri həm erkənə, həm ortaya aiddir. Birinci ictimai əmək bölgüsü və ikinci ictimai əmək bölgüsü. Hansıların yerində isə xronoloji ardıcıllıq düzgün olar. İlk metalın əldə edilməsi nə vaxtdır? Eneolitdədir. Bostançılığın yaranması Orta Tuncdadır. Orta Tuncda. Xış əkinçiliyi meydana gəlməsi Erkən Tuncdadır. Deməli, siklopik tikililər isə Son Tuncdadır. İndi deyək ki, bunların sırasını, yəni ən qədimdən daha sonraki, ən gec dövrə qədər olanları tapmalıyıq. İlk metal eneolit. Burada Erkən Tuncdan Orta Tuncun yerini dəyişməliyik. Yəni 2 ilə 3-ü. Erkən Tuncu qaldırırıq yuxarı, Orta Tuncu aşağı salırıq. Sonra da bu da Son Tuncda normal qaydada düzülür. Müvafiq olaraq Qaraca mağarası hardadır? Mingəçevirdə, yəni Kürçay sahilində. Bunu tapmaq rahatdır. Kərimli kurqanın yerləşdiyi. Kərimlidə burada 4-dədir, Oğuzda yerləşir. Müvafiq olaraq dediyinə görə birinci Qaracanı, sonra Kərimlini yazmalıyıq. Cavab olur, yəni 2 və 4. Əgər burada birinci desəydi müvafiq olaraq Kərimli və Qaraca olsun, onda biz 4 və 2 götürərdik. Azərbaycanda ibtidai icma quruluşu dövrünə aid hadisə-nəticə əlaqələrini müəyyənləşdirək. Süni suvarma sistemi mövcud olması bostançılığın inkişaf etməsi. Bu normaldır. Yəni, bostançılıqda suvarmadan istifadə olunur deyib biri götürürük. Yaranması demir, mövcud olması deyir. Ona görə tam doğrudur. Əhalinin dağlıq dağətəyi yerlərdə yaşamağa başlaması, köçmə əylaq maldarlığının yaranması. Deməli, 73-də həmçinin 2-ni də götürə bilirik. Çünki hər ikisi Erkən Tunc dövrünə aiddir. Bir-birinə də əlaqəsi var. Amma üstə 3-cü ictimai əmək bölgüsünün baş verməsi Son Tuncda, ticarətin yaranması Orta Tuncdadır. Yəni, birinci bu gəlməli idi, sonra bu gəlməli idi. Bu, bunun nəticəsi ola bilməz ona görə. Cəmiyyətin varlı yoxsullara bölünməsi, Dəmir dövrünün Tunc dövrü ilə əvəz edilməsi. Belə bir şey yoxdur. Birinci Tunc dövrü gəlir, sonra Dəmir dövrü. Son Tunc İlk Dəmir dövründə iqtisadi münasibətlər sistemi üçün. Baxın, sırf iqtisadi münasibətləri soruşur bizdən. Əmək ələtlərinin təkmilləşdirilməsi. Bəli, əmək ələtləri yəni ilk dəfələrdən hər dövrdə təkmilləşdirilib, yəni inkişaf elətdirilib, daha yaxşı əmək ələtləri çıxıb. Tayfa başçılarının ilahiləşdirilməsi. Tayfa başçısının ilahiləşdirilməsi də burada deməli Son Tunc İlk Dəmir dövrünə aiddir. Amma burada bizdən iqtisadi münasibətləri soruşduğuna görə, yəni bunun heç bir əlaqəsi yoxdur, bunu çıxırıq. İri tayfa ittifaqlarının yaranması. Yenə tayfa ilə bağlı burada heç bir məsələmiz yoxdur, həm də tayfa ittifaqı Orta Tunc dövründədir. Sənətkarların içərisindən tacirlər qrupunun ayrılması. Bu isə Son Tunc İlk Dəmir dövrünə aiddir deyə 4-ü götürürük. Siklopik tikililərin inşası da iqtisadi münasibətlərə aid deyil. Yoxsa bu da Son Tunc İlk Dəmir dövründədir. 74-də cavab olur 1 və 4. 75-də Son Tunc İlk Dəmir dövründə mədəniyyəti soruşur. Abşeronda qayalar üzərində təsvirlər. Deməli, Abşeronda qayalar üzərində təsvirlər bu dövrə aiddir. Demişdik ki,
Misal üçün, bu dövrdə başqa ölkələrlə ticarət əlaqələri aparıblar, qayıq təsvirləri varsa, deməli, bu son tunc ilk dəmir dövründədir. Müxtəlif heyvanlara sitayişin edilməsi. Müxtəlif heyvanlara sitayiş edilməsi də, məsələn, ata sitayiş. Bu da son tunc ilk dəmir dövrünə aid. Siklopik tikililərin inşa edilməsi yenə son tunc erkən dəmir dövrünə aiddir. Üçü də götürürük. Dini ayında icra etmək üçün ibadətgahların tikilməsi erkən tuncdur deyə çıxırıq. Atdan əkinçilikdə qoşqu vasitəsi kimi istifadə edilməsi. Atdan birinci qoşqu vasitəsi məsələsi erkən tuncdadır, amma atdan əsasən minik vasitəsi kimi, dəvədən də qoşqu vasitəsi kimi istifadə edilirdi. 76-cı sualda deyir, Azərbaycanda ibtidaizmə quruluşuna aid olan hadisənin xronoloji ardıcıllığını müəyyən edin. Siklopik tikililərin yaranması olur son tunc dövründə. Son tuncda, ən sonda yəni. Qədim insanların ilk dəfə oddan istifadə etməsi ən qədim dövrdə, yəni alt paleolit dövrünə aiddir. Toxuculuğun yaranması neolit dövrü, ox və kamanın yaranması mezolit dövrünə aiddir. Burada cavab necə olur? 2 gəlir əvvəlcə, at paleolit, sonra ox kaman, mezolit, sonra toxuculuq neolit, ən sonunda da 1, yəni son tunc dövrü. Azərbaycanda ibtidaizmə quruluşuna aid olan hadisələrin yenə xronoloji ardıcıllığı müəyyənləşdiririk. Əkinçilik vərdişlərinin yaranması mezolitdə. Əhalinin oturaq həyata keçməsi neolitdə. Ata sitayişin meydana gəlməsi son tunc dövründə. Təsərrüfatda kişilərin rolunun artmağa başlaması isə erkən tunc dövründə. Ardıcıllığımız necə olur? Əvvəlcə başlayırıq 1-dən, sonra 2-dən, yəni birinci mezolit, sonra neolit, sonra erkən tunc dövrü, ən sonunda da son tunc dövrü. Xronoloji ardıcıllığı müəyyən edin. Sənətkarlığın başqa istehsal sahələrindən ayrılması, orta tunc dövrü. Orta tunc dövrü. Ev heyvanlarının əhliləşdirilməsinin başa çatması eneolit. Ata sitayişin meydana gəlməsi son tunc. Saxsı qabların istehsalına başlanması neolit. Ardıcıllığımız necə olur burada? Burada təbii ki, ardıcıllığımız olur birincisi neolit, yəni 4. Sonra eneolit 2. Sonra sənətkarlığın başqa sahələrdən ayrılması, yəni orta tunc 1. Ən sonunda ata sitayişinin olması 3. Xronoloji ardıcıllığı müəyyən eləyək. Ana xaqanlığın yaranması nə vaxt? Üst paleolitdə. Üst paleolitdə. İlkin şəhər mərkəzləri orta tuncda. Köçmə əylaq maldarlığı isə erkən tuncda. Ardıcıllıq necə olur? Ardıcıllıq 1, 3 və 2 olur. Xronoloji ardıcıllığı müəyyən edir. Sənətkarlar içərisində tacirlər qrupunun ayrılması. Bu son tunc dövrünə aiddir. Tacir sözünü görür isə son tunc. Dini ayinlərin icrası üçün ibadətgahların tikilməsi erkən tunc. Erkən tunc. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi orta tunc. Ev heyvanlarının demək olar ki, hamısının əhliləşdirilməsi eneolit. Burada başlayırıq ən qədim eneolitdən 4, daha sonra erkən tunc 2, sonra orta tunc 3, sonra da tacirlər qrupu, yəni son tunc 1, 4, 2, 3, 1. Uyğunluğu müəyyən edir. Erkən və orta tunc, bir də son tunc dövrünə aid xüsusiyyətlər. Tacirlər qrupu meydana gəlməsi son tunc dövrüdür. A variantını buraya yazırıq. İki şəhər məskənlərinin yaranması orta tunc dövrüdür. B-ni buraya yazırıq. Əhalinin oturaq həyata keçməsi neolit dövrüdür. Ona görə bunu ümumiyyətlə atırıq. Ata xaqanlığın meydana gəlməsi, deməli, erkən tunc dövrünə aidliyini buraya yazırıq. İstehsal təsərrüfatına keçidin əsasını qoyulması mezolitdir deyə bunu ümumiyyətlə atırıq. Cavab olur 1D, 2, B, 3A. Kür-araz mədəniyyəti, yəni erkən tunc, boyalı qablar mədəniyyəti, yəni orta tunc, bu dövrə aid olan xüsusiyyətləri seçək. Urmiya ətrafında şəhər məskənlərinin salınması, Urmiyada Göytəpə, şəhər məskənləri nə vaxt orta tuncda. Bu da 2-də də boyalı qablar mədəniyyəti orta tuncuydu deyə A-nı buraya yazırıq. Üzərində təpə düzəldilmiş qəbir abidələri, yəni kurqanlar deyil, kür-araz mədəniyyəti, yəni erkən tunca aiddir. Dulusçuluğun yaranması neolit dövrüdür, ümumiyyətlə atırıq. Qış əkinçiliyin yaranması erkən tunc dövrünə aiddir, D-ni yazırıq bura. Mikrobat alətlərdən istifadə edilməyə başlaması isə mezolitdir. Deməli, 1-də olur B-də, 2-də A. Belə əziz abituriyentlər, əgər daha çox video izləmək istəyirsinizsə, kanala abunə olmağı, videonu bəyənməyi və şərh yazmağı unutmayın.